Elə gəlir ki, onların fikrini mən elə burada deyirəm. Bizim ümumi fikrimizdir. Mesela maşın sürən adam nəyə otursa da sürəcək. Əgər sənin qabında varsa sürmək, sən sürəsən. Biz indi 07-06-dan başlamışıq, çünki bizim dövrümüzdə o imkanlar olub. Biz indi BMW sürürük və yaxud başqa maşın sürürük, eyni qaydada sürürük, sürə bilirik. Yəni mənim qabımda varsa bu, mən bunu eləyəcəm. Ona görə 06-07 sürmək bilsən, o kobud sürənlər. kobud sürmək bilsən, mənim indi müəyyən bir neçə illik təcrübəm var da. Mən indi tutalım, görsəm ki, bunun doğrudan da çıxılmaz vəziyyətdə oldu, məni sıxışdırdı və yaxud doğrudan da tələsirdi. İndi bilsən, sən bir operator kimi, sən öz işin var da, sən mənə baxarsan, deyərsən ki, Hamlet, belə durma, belə dursan, daha məsləhətli olar. Belə durursa, deməli, problemi var, misal üçün. İndi mənim də öz sferamda, öz opitim var. Mən maşına baxıram, bilirəm də bu hissiyatım var da, bilirəm bu dönəcək, dönməyəcək. Yəni o illərlə gələn bir şeydir. Mən başa düşəcəm də o ya uşaqlığından o hərəkət elədi, ya tələsdiyindən o hərəkət elədi, ya naql elədi o hərəkəti. Başa düşürsən, onu düzgün qiymətləndirmək lazımdır. İndi tanımadığın adama da yəni qiymət vermək biraz düzgün deyil də. Əlbəttə ki, mən ailəmlə getsəm, mən o şeyə hirslənərəm. Çox hirslənərəm, mənim də xoşuma gəlməz. Necə ki, hər oğlanın xoşuna gəlmədiyi kimi. Sən dediyin suala mən pis yanaşıram. Başa düşün, məndə də olub, düzdür. Yəni, mən o şeyi özümə haqq qazandırmıram ki, eləmişəm, yaxşı eləmişəm. Belə olmur. İndi məndə olubsa, mən sürmüşəmsə, oca çıxılmaz vəziyyətdə mən onu eləmişəm. Ona görə də indi biz vaxtımızda sürəndə biz çalışmışıq gecə sürək, narahatçılıq olmasın, sən biraz qəza az olsun. Yəni o şeyləri nəzərə almaq lazımdır. Biz nəzərə almışıq, belə sürmüşük. Amma qaldı ki, sırf 06-07 avtoxuliqan, yəni o biraz düzgün yanaşma deyil də, başa düşürsən. Belə çıxır ki, qrubu deyəcəm də, sən 06-07 sürürsənsə, xuliqansan, bahal maşın sürürsənsə, bomba oğlansan, o bilsən biraz düzgün gəlmir də, başa düşürsən qardaşım. Yəni hər kəs nədənsə başlayır da, indi biz də Sovet maşından başlamışıq. Prosta mən bayaq dedim ki, indi mən şəxsən özümdən danışıram, bir-iki dənə də dostum var, onları da qatıram özümə. Ki, mən çalışmışam, Sovet maşından başlasam da çalışmışam bunu düzgün səmtə yönləndirim. Sırf idmana. Mənim sırf bu dəqiqə fikrim idmandır, bunu inkişaf elətdirməkdir. İndi məktəb inşallah açılacaq. Mənim dostlarım var. Elvin yəqin ki tanıyırsınız. Onunla biz təlimatçı kimi orada inşallah dəvət eləyiblər. İndi Allah qoysa alınar, federasiyaya dəstək olar. Biz də gənclərə öyrəndiyimiz nəyisə öyrənərik. İndi bilsən, vaxt keçdikcə hər şey inkişaf eləyir. Yəqin maşın sürmək də inkişaf eləyir. Biz onlardan nəyisə öyrənərik. Bilsən, öyrənmək həyatının axırına kimi nəyisə öyrənə bilərsən, nəyisə öyrənməlisən. Yəni, yəqin ki, sualıma ətraflı cavab verə bildim.